Xəbərmi YouTube kanalının daimi izləyiciləri, hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Müğənni Aynur Dadaşova həmkarı Niyam Səlami ilə küsmələrinin səbəbini açıqlayıb. Sənətçi bu haqda Günə Uğurla proqramında danışıb. O bildiribdi ki, aralarındakı mübahisəyə səbəb pul olub. Niyam məni konsertə dəvət etdi. Əgər sən əsl dostsansa, qadına dəstək ol. Qadına daha çox qonorar verməlisən. Səndə gündə pul qazanan birinə çox qonorar ayrılır. Biz xanımıq deyə yox. Biz qadın 5 manat qazananda nə olar? O boyda ailə yükü varımdır. Bəy artıq dəyər versə nə olar? Dostumun yanında olacağam. Amma qiymət görmək istəyirəm. Sən kişisən, sənə dəyər vermişəm. Amma səndən də onu gözləyirəm axı.